Kanara dedim hediyesi. Yine. Qeyd edeyim ki... Yoxdur sifariş. 30 dəqiqədən çoxdur proqram qoşmuşam, dayanmadan da hərəkət eləmişəm 20 yanvara tərəf. Sifariş yoxdur. O kadar değil. O kadar değil hocam. Hocam o kadar değil. Herkes Salam dostlar, hər birinizi yeni videodan salamlayıram. Bugünkü videoda Bolt çatdırılma ilə nə qədər qazanmaq olur, onu göstərəcəm sizə. Hal-hazırda Masazır ərazisində proqramı qoşaq. Görək nə qədər vaxt ərzində sifariş verəcək. Qeyd edeyim ki, bugün 16 yanvar, 5-ci gündür, həftə içi günlərdən biridir, yəni işin çox olduğu vaxtlardır. Görək bugün sifariş sıxlığı nə qədər olacaq. Kadı. Başla. Qeyd edeyim ki, bundan qabaq da Yango çatdırılmada işlədim, onun videosunu yükləmişəm kanala, yuxarı tıklayıb baxa bilərsiniz. Kanara dedim hediyəsi. Yine. Qeyd edeyim ki... Qeyd edeyim ki, bundan qabaq Yango çatdırılmada işləmişdim, onun videosu kanalda var, yuxarı tıklayıb izləyə bilərsiniz. Proqramı bayaqdan qoşmuşuq, sifariş yoxdur, hara... Yoxdur sifariş. Hərəkət eləyək şəhərə tərəf. Masazır ərazisindən çıxmaq lazımdır, sifariş yoxdur. Desən ol, onda saçımı düzəldin. Yoxdur sifariş. Sifariş yoxdur. Aga be İsmail abi ya gel. Demək olar ki, gəldik çatdıq Masazırın kuruğuna qurtuluşdan. Sifariş yoxdur. Bilsəydim manatlıq götürərdim 20 yanvar. Sıkıntı kardeşim ya. Harbi. Yoxdur sifariş. Biabırçılıqdır. Bazen yeğen işleri yoluna koymak için sıkmayacaksın yumruğunu. Açacaksın avuç. Üzü 20 yanvara tərəf gedirik, sifariş yoxdur hələ də. Əgər belə videoların gəlməyini istəyirsinizsə, kanalımıza like... Əgər belə videoların gəlməyini istəyirsinizsə, bu videoya like atıb kanalımıza abunə olmağı unutmayın. Öz fikirlərinizi də şərh bölmələrində yazın. Gələn videoda isə Yango ilə Boltu bir yerdə qoşacağım, çatdırılma xidməti. Görək hansı daha çox sifariş verəcək. Bolt hələ ki sifariş vermir. Gəldik çatdığı 20 yanvara, sifariş yoxdur. Ümumiyyətlə, bayramdan sonra işlər zəif olur, hər sferada belədir, hər yerdə. Yanvar, fevral ayı çətin olur, amma da bu qədər də yoxdur. 30 dəqiqədən çoxdur proqram qoşmuşam, dayanmadan da hərəkət eləmişəm 20 yanvara tərəf. Sifariş yoxdur. o kadar değil. O kadar değil hocam. Hocam o kadar değil. Herkes hata yapıyor. Herkes hata yapıyor hocam. Biz çok hatalar gördük. Soyun. Sifariş gəldi, görə yardım verib. Daha yetməliyik. O kornaya bir daha basarsan seni direksiyonla beraber dışarı alırım. Alırım. Anladın mı? Sifarişə qədər 6 dəqiqə göstərək, gedək ilk sifarişimizi götürək. Salam, sizlə danışırdım. Əlaqə nömrəsi zəhmət olmazsa yazarsınız. Sağ olun. İlk sifarişimizi götürdük, yaz üstə. Deməli, 42 dəqiqə 24 kilometr.
Yeni başlayanlar üçün bir məlumat da verim ki, ümumiyyətlə Bolt balansınız olmasa, yəni balans mənfidə də olsa, sifariş sizə verməyəcək. Versə də kartla verəcək. Əgər istəyirsinizsə sifariş tez versinizsə, balansınızı həmişə minimum 2 manat, 3 manat saxlayın. Deməli, gəldik, çatdıq ünvana, gedişimizi bitirək. Salam, aleyküm, sən danışırdın. Buyur. Sağ ol. 10 manat 70 qəpik yazmışdı, müştəri 10 manat verdi, sağ olsun. Ətraflı olaraq gedişin skrinini qoyacam, neçə dəqiqə, neçə kilometr yol sürmüşük. Qiyməti təsdiqləyək, keçək növbəti sifarişə. Deməli, bu sifarişi icra elədik. Şamaxinkadan Köhnə Günəşliyə gəldik. 10 manat 70 qəpik yazdı. Burada tam olaraq komissiya görsənir. Təxminən 30% komissiya tutur, çatdırılma xidməti Bolt. Artıq 10 dəqiqəyə yaxını dayanmışıq, burada sifariş yoxdur. Gedək Babəkə tərəf. Buralarıq, boş-boşuna sifariş yoxdur. Çox gec verir sifarişləri. Yəni, səbriniz güclüdürsə bu işdə işləyə bilərsiniz. Səbirsizsizsə yox. Məsləhət görmürəm. Ya sabır, Allah'ım yardım et, ya sabır! Ya sabır! Ya sabır artık yeter! Allah'ım! Hal-hazırda Babək prospekti ilə hərəkət edirik. Sifariş yoxdur. Saat 4-də işləyir. Saat 1-dən 2 işləmişdən çıxmışıq. Bir sifariş verib bizə. Sifariş gəldi. Babəkdən gedək götürməyə. Qoy qardaş, qoy. Götürdüm sifarişi, gəlirəm. Aleykümselam. Adresatı da yazmış. Oradan, Tivtab oradan hələ arxaya vurulmuşdu. Düz ora vurmuşdu. Özü yazıda yazmışdı vaqını. Sözüm yox. Nə qədər oldu Ataş? Buyur. 4 manat, 5 manatdır. 4.80. 5. Sağ ol qardaş. Allah Siz canı sağ olun, çox sağ olun, var olun. Sağ ol qardaş. 4.80 yazmışdı, müştəri 6 manat verdi, sağ ol. Saat 4-ün yarısıdır, 4-ə qalır. 2 dənə sifariş cəmi icra eləmişik. A few moments later. Çək buran sifariş gəldi. Qəbul edək. Salam, aleyküm qardaş. Aleyküm salam qardaş. Çatdırılmaydı. 9 dəqiqə göstərir navigator. Aa qardaş, inşallah gəl. 3-4 dəqiqə qalmış. Elə bir ki, belə deyim də, müzik galerinin yanında olanda mənimlə düşüm aşağı. Bəli. Saxlamağa zəhmət olmasa alsın proqramla. Gedək Yasamalı. 28 dəqiqə. Bir baktım kendi arabam üzerime geliveriyor. Aman tanrım dedim. Salam, aleyküm qardaş. Aleyküm salam. Çatdırılmaydı. Anladım qardaş. Bravo ilə üzbəyüz saxlamışam. Modumu görürsünüz, mən onu görürsün. Bəli. Modumu görürsünüz, adam saxla yanımda. Başa düşmürüm, bu nə deyir? Aksaat şu an var, Aksaat kandı yanında. Buyur, 5.70, deməli 5.70 yazmışlar, 6 manat verdilər, sağ olsunlar. Gedək. Demək olar ki, 3 saatda çıxmışıq şu işə. Cəmi 3 sifariş olub. Hal-hazırda Yasamal ərazisində gözləyirik. Bugün yəqin saat 5-ə qədər işləyərik.
4 saatlıq nə qədər, 4 saata nə qədər qazanc əldə etmək olur onu göstərəcəm. Əgər bu video bəyənilsə, növbəti videoda 6 saatlığını çəkərəm. Bir də şərhlərdə yazmağı unutmayın. Yan qoyula bir yerdə açıb, bu boltu bir yerdə açıb çəkmək istəyirəm. Əgər sizə maraqlı gəlsə, onun da videosunu çəkərik. Təşəkkürlər. A few moments later. Deməli, növbəti sifariş gəldi. Sifariş 550 metr arxada. Qabaqdan dönək. Çıxır. Hara gedəcək bu? Buyurun bura. Orada sonunda yazmıyor bana gedəcək. Sən bilmirsən belə. Yo, belə bilmirəm. Sən nömrəni vermişəm, gəl qardaş, bir sənə dəyişdə vereyim. 8 manat verir də. Elə olar da yəqin. Gəl. Sağ ol, sağ ol. Vay, Nurlan, 45 dəqiqə. Ay Allah. 2 kilometre. 13 kilometr 45 dəqiqə. Hara verib görəsən? Buyurun. Sağ olun. Buradan birbaşa yola çıxmaq olur. Çox sağ olun. Deməli dostlar, günün son sifarişini də tamamladıq. 7 manat 30 qəpik yazmışdı. 8 manat verdilər. Çox sağ olsunlar. Yasamaldan Babəkə gəldik. UPD-yə. Demək, bugünkü nə qədər qazanc olub, komissiya, benzin pulu ilə əlavə hamısını bir yerdə yazacağım sizə. Net qazancı göstərəcəm. Saat 1-dən işə çıxdıq. Hal-hazırda saat 6-ya qalıb. Yaxından çəkim elə. Dayanmadan işləmişik. Belə idi. Əgər belə videoların gəlməyini istəyirsinizsə, bu videoya like atmağı, kanala abunə olmağı unutmayın. Əlavə çatdırılmaqla nə suallarınız varsa şərh bölməsində yazın. Çalışacağım cavablandıram. Təşəkkürlər.